sava gedib. Azərlife Orqa istinadən xəbər veririk ki, Saatlı rayonunda şəhid ailəsi baxımsızlıqdan şikayət edir. Onların bildirdiyinə görə indiyə qədər heç bir diqqət və qayğı görməyiblər. Hər yerə demişik, yazmışıq məktub. Məktubları da budur. Heç arada elə deyirlər, eləyəcək, eləmirlər. Bir uçub daxmada qalmışam. 10 baş ailəyə 4 dənə uşaqla yetim qalmışdı. Bəlkə də özü olsaydı belə olmazdı. İndi gedib vətən yolunda gedib, namus qeyrət yolunda gedib. Sabahki gündə onun oğlanları nətər gedə bilər bir şey olsa. Deyər, dədəmə belə qiymat verdilər, anama belə qiymat verdilər. Heç vaxtı. Bu daxmada böyüyən uşaqlar nətər sabah gedib əskərlik çəkəcək. Bu, mənə ev tikilsin, bilmirəm. Uşaqlarıma yaşamaq istəyir. Onlar da yaxşı yaşamaq istəyir. Xatırladaq ki, İbrahimov Çingiz Mətləboğlu bir çox vətənpərvər oğullar kimi Qarabağ müharibəsinin qızğın çağında 1991-ci il noyabr ayında könüllü olaraq Füzuli bölgəsinə vətən müdafiəsinə qoşulub. O, döyüş bacarığına görə kəşfiyə komandiri vəzifəsinə qədər yüksəlib. 1993-cü ilin mart ayında isə qeyri-bərabər döyüş şəraitində şəhid olub. Ümid edək ki, vətən yolunda canından keçən Çingiz Mətləboğlunun ailəsinə dövlət tərəfindən diqqət və qayğı göstəriləcək.